Sertifikasiya imtahanına belə bir sual düşmüşdü. Çəkisi nəzərə alınmayan linkdən 26 kiloqram kütləli cisim asılmış və suya salınmışdır. Linkin digər tərəfində isə 40 newtonluq qüvvə var. Burada bizdən cismin həcminin tapılması tələb olunur. Gördüyümüz kimi qüvvə linkin sağ tərəfində 3 bölgüdən, 26 kiloqramlıq cisim isə sol tərəfində 2 bölgüdən asılıb. O zaman momentlər qaydasına görə, yəni biz bura bir T qüvvəsi deyək, ipi aşağı çəkən ipin gərilmə qüvvəsi. Burada F deyək. T'nin qolu olsun D1, 2 bölgü. F qüvvəsinin qolu olsun D2, bu da 3 bölgü. Momentlər qaydasına əsasən, yəni F1 D1 bərabərdir F2 D2 qaydasına əsasən T vuraq 2 bərabərdir F vuraq 3, yəni 40 newton vuraq 3. Buradan T'ni tapsaq 2T bərabərdir 120 newton. T isə bərabərdir 60 newton. Deməli, bu ipin gərilmə qüvvəsi 60 newtondur. İpin gərilmə qüvvəsi linki aşağı çəkir, ancaq yükü yuxarı çəkir. Eyni zamanda yükü yuxarı çəkən ikinci bir qüvvə Arximed qüvvəsidir. Ağırlıq qüvvəsi isə aşağıdır. Yəni, bu ipin gərilmə qüvvəsi cismin mayedəki çəkisinə bərabərdir. Yəni, T üstə yelək F Arximed bərabərdir M cisim J'yə, yəni 260 newtona. Bunda T'miz 60 newtondur. Üzərinə Arximedi gəlsək, 26 vuraq 10. Yəni 260. Qeyd edək. 60 üstə yelək F Arximed bərabərdir 260 newton. Arximed qüvvəsi isə 260-dan 60-ı çıxsaq 200 newton edir. İndi isə Arximed qüvvəsinin F Arximed bərabərdir Rho maye cisim tam batdığına görə V cisim vuraq J düsturundan istifadə etməklə cismin həcmini tapaq. Yəni V cisim bərabərdir F Arximed bölək Rho maye J, yəni 200 bölək 1000 vuraq 10. Onda V cisim bərabərdir. İxtisarlarımıza aparsaq, %2. 0,2 metr kubu. Cavab ilə %2 metr kubu ilə verilmişdi. Yəni, heç bir desimetr kubu, santimetr kubuna çevirmək tələb olunmurdu. Təşəkkür.